elə bizə. O məsuliyyəti nədir? Deməli, hədis belədir. Peyğəmbərimizdən gələn hədisdir və məqbuldur. Bir nəfər müsəlman yata, gecəliyə, batə kəlməsi gəlir də, gecələmək. Və qonşusundan xəbəri olmaya, həmən adam müsəlman deyil. Bu qaydadır, diqqət elə. O bayaq hədis kimi əla. Amma qayda kimi o deməkdir ki, mənim yaxamdan yapışılacaq. Qaydalarda bax bu var. Bəli, yaxa var. Qaydaya riayət olunmayanda yaxa var. Qaydalardan, o deyirəm, mövzu açacağım qayda. O qaydalardan da biri budur. Bir müsəlman yata, gecəliyə və qonşusundan xəbər olmaya, o adam müsəlman deyil. İstər fərd ola, istər cəm ola, istər böyük bir cəm ola. Məsələn, biz müsəlmanıq, əhl-i beyt şiyyəsiyik. Erməni 30 ildir, ondan artıq illərdir bizə həm müsəlmanımıza, həm torpağımıza, həm daşımıza, adicə abidənin özü, mən Şuşada olanda Üzeyir bəyin, Allah rəhmət eləsin, bu çeyddə, büstə avtomatla nə qədər ateş açılıb ki, bu nə deməkdir ki, aydın? Yəni, daş da bunlardan narazıdır, bitki də bunlardan narazıdır, insan da bunlardan narazıdır. Qonşular, bu Peyğəmbərin, belə deyən, nidasıdır. O nidaya cavab verməli idilər. Hansı qonşu bu Peyğəmbərin qoyduğu qaydaya əməl elədi, xoş halına. Əməl eləmədi, vay halına. Ümumiyyətlə, bizə qonşu deyirlər, biz qonşu deyirlər. Fərq eləməz. İraq. Xəbəri var ki, biz müsəlman burada 30 ildir tapdalanırıq, səsi çıxmır, heç bir müsəlmançılıq nümayiş elətdirmir. Məsələn, BMT var, ora var, bura var. Orada bizim, məsələn, Qarabağ mövzumuz müzakirə olunur. Onun səsi özü bizə nədir? Müsəlmançılıq dəstəyidir. Əgər eləmirsə, o da müsəlman, biz də müsəlman. Eləmirsə, Peyğəmbərin qoyduğu qaydaya əməl eləmir. Biz eləmiriksə, biz Peyğəmbərin qoyduğu qaydaya əməl eləmirik. Başqa sual varsa buyurun, yoxdursa mürəxxəs olaq. Əxlaqi hədislər. Yox, baba, səhv də oradadır. Qaydanı, belə deyək də, su içmək olar, sağ əli ilə iç, sol əli ilə iç, meçidə girəndə sağ ayağı ilə gir, çıxanda sol ayağı ilə çıx, ayağı yoluna soluna gir filan, bu həddə indirmək olmaz. Qayda odur ki, sən meçidə sağ ayağı ilə gir, sol ayağı ilə gir. Qiyamət günü soruşan olmayacaq ki, qardaş, sən meçidə hansı ayağı ilə girmişdin? Və yaxud ayağı yoluna sağ ayağı ilə gir, sol ayağı ilə gir. Sorğu sualın yoxdur. Amma bu hədisin sorğu sualı var.